Salam, hər vaxtınız xeyir. Belə bir məqam var, deyir insanların əksəriyyətinin xəyanət hissəsi sevgili anında ciddi münasibətə çevriləndə hər iki tərəfdən hər hansı bir səbəbdən olmayanda tez qaçmaqdır. Vəssalam, qız gedib başqasına nişanlanır, oğlan da başqasına və nəticədə bir-birlərini günahlandırırlar. Sənin üzündən, sənin üzündən. Bəs sən dünə nə qədər danışırsan, elə sevgi, belə sevgi, yəni gülüş olmadan belə olar gözəl və indi hanı? Xəyanəti soyudun. Və bilirsiniz, xəyanəti də adətən təməldən başladıqdan sonra o təkrar vərdiş başlayır. Və ailə qurduqdan sonra axı istəməyərək qurub bu insanla, filan kəsin acığına. Və sonra nə yaranır? Başqa biri çıxır qarşısına, o sevgi yaranır və xəyanət oradan başlayır. Və daha qlobal və biraz qeyriyyətli xəyanətdir. Və insanlar adətən heç zaman özlərinə günah axtarmırlar. Və bunun da ən qlobal səbəbi bilirsiniz nədir? Ailə daxilində travmalar. Çalışın birinci travmalarınızı bitirin, sonra ciddi münasibətə başlayın.